2026-cı ildə maaş və pensiya artımı planlaşdırılmır. Azərbaycanda gələn il minimum əmək haqqı və pensiyanın məbləği dəyişməyəcək. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən minimum əmək haqqı 400 manat, minimum pensiya isə 320 manat səviyyəsində qalacaq. Məlumata görə, hökumət sosial ödənişlərdə sabitliyi qorumağı və büdcə gəlirlərini əsasən iqtisadi artım və sosial layihələrin maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır. Bu addımın məqsədi dövlət büdcəsinin sabitliyini təmin etmək və inflyasiya təzyiqlərini azaltmaqdır. Mütəxəssislər hesab edirlər ki, maaş və pensiyaların artırılmaması müəyyən sosial təbəqələr üçün çətinlik yarada bilər. Xüsusilə də yaşayış minimumunun artdığı bir vaxtda gəlirlərin dəyişməz qalması əhalinin real alıcılıq qabiliyyətinə təsir göstərəcək. Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə minimum əmək haqqı və pensiya 2023-cü ildə artırılıb. Hökumət növbəti mərhələdə maaş və pensiyaların yenidən qiymətləndirilməsini 2027-ci il üçün nəzərdən keçirə bilər.